Hər kəsə salam deyim, 20 variantı sınaq imtahanından 4-cü qrup sınaq nömrə 10-un izahına baxırıq. Birinci sualda deyilir ki, açıq quruluşlu qlikoza molekulunda asimetrik olmayan karbon atomlarının oksijenləşmə dərəcələri cəmini hesablayın. Demək, ilk olaraq açıq quruluşlu glikozanı yazsaq. 6 karbon, çünki glikozada 6 karbon var və bu sonuncusu aldehid qrupu olur. Sonra burada OH qruplarını düzürük. Hidrogenləri tamamlasaq CH2. İndi bizdən buradan asimetrik olmayan karbon atomlarını istəyir. Asimetrik olmayan birincisidir. Sonra bu karbon asimetrikdir, çünki ona 4 tərəfdə fərqli radikal birləşib. Hidrogen, OH, burada aldehid qrupu, bu tərəfdən də bu hissə birləşib. Yəni 4 müxtəliflik var. Bu asimetrikdir. Eyni qayda üzrə bu karbonlarda həmçinin, yəni belə deyək də nömrələsək 5, 6. Burada 2, 3, 4 və 5-ci karbonlar asimetrikdir. 1-ci və 6-cı karbon isə asimetrik deyil. İndi birinci COOH hissəsində karbon oksijenləşmə dərəcəsini tapaq. -2, -1, x. X minus 2 plus 1, 0, x bərabər olur -1. Bir də bu hissədə CH2OH. Karbon x, hidrogen -1, -2, -1. X plus 2 minus 2 plus 1 bərabər 0, x bərabər olur -1. Toplayanda da bunların cəmi eləyəcək 0. Bir də C variantı. 2-də doymuş alifatik monoamin. Bir molun yanması zamanı alınan maddələrin mol sayıları verilmişdir. B-ni hesablamalıyıq. Demək, ümumi formullarını 2n plus 1 NH2 şəklində yazsaq. İndi burada hidrogenləri bir yerə yığaq. Sen H2n plus 3n şəklində yazaq. Yanan zaman amillər. Karbon qazı və su ilə yanaşı. Buradan azot da ayrılır. Əmsallaşdırsaq bura n. Bura n plus 1/5. Azotun da qarşısına 0/5 yazsaq düzəldir. Bizdən də onsuz oksigeni istəmir, daha oksigeni əmsallaşdırma ehtiyac yoxdur. Əsas məhsullara baxaq. Karbonun mol sayı n bərabərdir 8 aya. Azotun mol sayı 0/5 bərabərdir aya. Demək, biz tapdıq ki, A 0/5-dir. Yerinə yazsaq buradan 8 vur 0/5. N də bərabər olur 4-ə. İndi suyun mol sayı, yəni B nəyə bərabərdir? N plus 1/5-ə. N də biz 4 tapdıq. 4-ün üzərinə 1/5 gəlsək, edəcək 5/5 A variantı. Üçüncü sual. Maddələrin bir molekulunda olan oksigen atomlarının sayının bir molekulunda olan oksigen atomlarının sayının artma sırasını müəyyən edin. Demək, sorbit glikozanın hidrogenləşməsi nəticəsində alınan 6 atomlu spirtdir. Yəni, biz onun formulunu yazsaq, 6 karbon, hərəsinə də bir OH düzürük. 6 atomlu spirtdir. Yəni, burada oksigen atomları sayı olacaq 6 dənə. Sonra glikon turşusu. Glikon turşusu da yenə eyni glikoza kimi yazırıq. Sadəcə olaraq sonda olan aldehid qrupu olur karboksil qrupu. Buradan da OH-larını da düzsək. Oksigenlərin sayı olacaq 1, 2, 3, 4, 5, 6, 7 dənə də burada. Sonra riboza. C5, H10, O5. 5 dənə də oksigen bundadır. Artma sırası ilə düzsək, nömrələri də 1, 2, 3. Artma sırası olacaq ən az 3-də, sonra 1-də, sonra da 2-də olur A variantı. Sonra 4-cü sual. Glikozanın hidrogenləşməsi və oksidləşməsi reaksiyalar. X və Y-də sigma rabitələrin sayını tapmalıyıq. Demək, hidrogenləşən zaman əmələ gətirir sorbit. Alınacaq CH2OH, CHOH, CHOH,
Sonda da CH2OH. Bir də oksidləşməsindən də alınır qlikon turşusu. Burada da CH2OH. İndi bizdən sigma rabitələrin sayını istəyir. Sigma rabitələr karbonlar arasında tek qatlar. 5 dənəsi burada. Hidrogenlərin sayı qədər, cəmi nə qədər hidrogen var saysaq 2, 4, 6, 8, 10, 12, 14 dənə hidrogen. Bir də ki burada karbonlarla oksigenlərin də arasında olur. Bunlar da sigmadır. Olacaq 6 dənə. Yəni 25 dənə sigma buradadır. Eyni qayda üzrə burada da yenə karbonlar arasında sigma var. 5 dənə bu. Sonra hidrogenlərin sayını gəlirik. 1, 2, 3, 4, 5, 7, 12 dənə. Aşağıdakı hidrogenləri də saysaq 12. Karbon götürdük. Hidrogenlərin sayını götürdük. Bir də burada karbonlarla oksigenlərin arasında olan 5 dənə. Həmçinin burada da karbonla oksigen arasında bir sigma burada, bir sigma burada. 2 dənə də bunu gəlirik. Bu da edəcək 24. İndi bu A idi. Bu da B idi. A minus B'ni tapsaq 25'dən 24'ü çıxırıq. Edir 1. Y variantı. 5'də. Hansı maddələrin molekulunda asimetrik karbon atom sayı bərabərdir? Demək, birinci ribitdə asimetrik karbon atom sayı 2 dənədir. Sorbit. Sorbitdə olur 4 dənə. Alfa fruktoza və alfa glukoza. Demək, açıq quruluşda fruktozada olur 3 dənə. Glukozada isə olur, açıq quruluş deyilsə onda da 4 dənə olacaq. Demək, bərabər olanlar 2 ilə 4, yəni sorbit ilə alfa glukozadır. 5'də olacaq C variantı. Sonra 6. Selüloza üçün hansı ifadələr doğrudur? Suda pis həlli olur. Bəli. Demək, selüloza polisaxariddir. Polisaxaridlər suda pis həll olur. Monomeri alfa glukoza deyil, beta glukozadır. Xətti quruluşludur. Bəli, bu da doğrudur. Hidrolizə uğramır, xeyr. Polisaxaridlər hidrolizi uğrayır. Ona görə 6'da olacaq Y variantı. 7. Alfa alanin və glisin. Demək, formullarını yazsaq. Alfa alanin. Bir də glisin. Bir də burada hidrogen yazırıq, düzəlir. İndi bizdən nə istəyir? Lakmusa təsir etmir. Demək, bunlardan lakmusa təsir etməyən həm alfa alanindir, həm də glisindir. Nəyə görə? Çünki NH2 və COH sayıları bir-birinə bərabərdirsə, onda lakmusa təsir göstərmir amin turşularda. Hər ikisinin bir NH2-si, bir COH var, yəni bir-birinə bərabər olduğundan bu lakmusa təsir göstərmir. Yəni hər ikisi lakmusa təsir göstərməyəcək. Demək, birinci xüsusiyyət uyğun gələcək ortaq olan hissə. Molekulunda asimetrik karbon atomu var. Asimetrik karbon atomu alfa alanindədir. Nəyə görə? Çünki bu karbonun bir tərəfdən hidrogen, buradan karboksil, buradan metil, buradan da amin qrupu birləşib. Yəni 4 tərəfdən fərqli radikallar birləşdiyi üçün asimetrik karbon atomudur. Bu uyğun gələcək birinci. Molekulunda karbon atomlarının 7 hibrid orbitalı var. Buradakı karbonu sp3, bu sp2. 4, 3, 7 dənə buradadır. Burada isə sp2, sp3, sp3, 4, 4, 3, 11 dənə də burada eləyir. 7 dənə olan olacaq glisin. Polikondensləşir. Polikondensləşən ümumiyyətlə alfa amin turşuları. Onlar polikondensləşirlər. Yəni, hər ikisi amin turşusu olduğundan bu ortaq xüsusiyyət olaraq götürüləcək. Olacaq 2, 3, 1, 4, B variantı.
8. Hansı maddə molekullar qlükoza molekulundan ağırdır? Yəni kütləci ondan böyük olsun. Qlükozanın formulu C6H12O6-dır. Fruktoza ilə quruluş eynidir, formulu eynidir. Biri götürülür. Sorbit qlükozanın hidrogenləşməsi nəticəsində alınır. Yəni bunun üzərinə hidrogen gəlinir və sorbit alınır. Yəni biz sorbitin formulunu bilməsək belə, əgər reaksiyanın mexanizmini biliriksə, oradan avtomatik, yəni kütlə hesablamadan da bilə bilərik ki, sorbit qlükozadan ağır olur. Ribit isə onun, belə deyək də, ribit ribozadan alınır. Ribozanın da formulu C5H10O5-dir. Onun hidrogenləşməsi nəticəsində alınır. Yəni karbon sayı hər türlü qlükozadan azdır. Ona görə kütləsi ondan az olur. Qlikon turşusu isə qlükozanın oksidləşməsindən alınır. Oksidləşən zaman bunun tərkibində oksigen sayı bir vahiddə artır. Yəni avtomatik kütlədə artır, ağırlaşma olur. Ona görə olacaq A variantı. Polipropilen üçün hansı ifadələr doğrudur? Polipropilen. Yazsaq CH3, CH, CH2, ikili karbon atomu var. Demək, bu birlidir. Bu karbondan görürəm ki, 1, 2, 3 xətt çıxıb, bu üçlüdür. Bu karbondan isə 1, 2 xətt çıxıb, yəni ikilidir. İkili karbon atomu var, bu olur doğru. Üçlü karbon atomu var. Üçlü karbon atomu yoxdur, amma var. Polikondensləşmə reaksiyası ilə alınır, xeyr, polimerləşmə reaksiyası ilə alınır. Elementar halqasında metil qrupu var, bəli, burada CH3, yəni metil qrupu var. Ona görə 1, 4, B variantı olur. 10-da. Polimer karbon atomlarının sayı 2A, pir abidələrin sayı A-4. Bunu yerinə qoyub tapaq. Kapron lifi. Kapron lifi alınır Y-amin kapron turşusundan. Bunu bu formada yazırıq. İndi burada karbonların sayı 5 vur 2, 10, 11 dənədir. Pir abidələrin sayı isə görürük ki, 1 dənədir. 1 dənə də bu. İndi biz karbon atom sayı bərabərdir 2A-ya. 2A bərabərdir 11 eləsək, 11 bölüm 2-yə 5 onda 5. Pir abidənin sayı da 5 onda 5 çıx 4, 1 vermir. Yəni bu uyğun gəlmir. Enant lifi. Enant lifi isə qamma amin kapron turşusundan alınır. Daha doğrusu qamma amin enant turşusundan alınır. CH2-dən 6, CO. Burada da karbonların sayı 7 dənədir. 2A bərabər 7, A bərabərdir 3 onda 5 olur. Pir abidə sayı 1-dir. Yəni 3 onda 5-dən 4 çıxanda 1 vermir. Sonra C-də polimetil metakrilat. Polimetil metil metakrilatı belə yazırıq. İndi bunu polimerləşdirsək, buradan 2 qat rabidə qırılır, bu hissəyə gəlir. CH3, COO, CH3. Burada da H2. İndi karbonların sayı 1, 2, 3, 4, 5 dənədir. 2A bərabərdir 5, A bərabər 2 onda 5, pir abidə sayı 1-dir, 2 onda 5-dən 4 çıxanda 1 eləmir. Sonra neylon lifi. Neylon lifi heksametilin diaminlə adipen turşusunun polikondensləşməsi nəticəsində əmələ gəlir. NH. Burada karbon sayı 1, 2, 6 dənə də burada 8. 2A bərabərdir 8, A bərabər olur 4. Pir abidələrin sayı 1, 2, 2 dənə. Burada CH2. Onda karbon sayı 10 dənə olur. A bərabər olur 5 dənə. Karbon sayı 2A.
bərabərdir. Karbonumuz 4 dənə burada, 6 dənə burada elədi 10, 11, 12 dənə. A da bərabər olur 6. İndi pi rabitələrin sayı. Pi rabitələr yalnız bu hissədəydi. Bu bir dənə pi, bu da bir dənə pi. Yəni 2 dənə pi rabitəsi var. Biz də həqiqətən də 6-dan 4 çıxsaq 2-ni verəcək. Uyğun gəlir D variantı. 11. Amin turşu molekullu hidrogen sayıları verilmişdir. Və buna uyğun olaraq alkil amin molekullu hidrogen sayını hesablamalıyıq. Amin turşuların ümumi formulu CnH2-1, O2, NH2. Hidrogen sayı 9'dur. Hidrogenləri bir yerə yığsaq 2n -1 plus 2 eləyir plus 1 bərabərdir 9, n bərabər olur 4. Yəni A-nı tapdıq ki 4-ə bərabərdir. İndi alkil amin deyil. Aminlər də CnH2 plus 3n. Burada da karbon sayı 4 dənədir. Yerinə qoysaq C4 H11N eləyəcək. Hidrogenlərin sayını istəyir 11-ə bərabər olur. 12. Glikoza tam yağması sərf olan oksigenin miqdarı. Glikoza C6 H12 O6. Yanan zaman alınır. Karbon qazı su. 6, 6, burada 6 düzəlir. A mol götürülübdür. 1 moluna 6 mol sərf olunursa A'ya da x də bərabər olur 6A'ya. Fruktozanın da formulu C6H12O6 bərabərdir. Onun da yanması zamanı elə y bərabər olacaq 6A'ya. Və glikon turşusu. Glikozanın oksidləşməsindən alınır. Onu açıq şəkildə yazsaq CH2OH, CHOH-dan 4, COOH. İndi bir yerə yığaq. 6 karbonu var. Hidrogenlərin sayı 3 burada, 8 burada, 11, 12. Oksigen sayı isə 7 dənə olur. Bunun yanması zamanı yine alınır karbon gazı, su. 6 bura, 6 da bura. İndi oksigenlər sağda 18'dir. 7'si buradadırsa 18'dən 7 çıxdıq. 11 bölü 2'ye 5 onda 5. Yəni 1 mol nisbəti dəyər götürsək 1 mol əsasən hesablayırıq. 1-dən 5 onda 5'dirsə, bəs A'ya nə qədər olacaq? Z. Z də bərabərdir 5 onda 5 A. Və indi müqayisə aparsaq. X-ən Y bərabərdir və böyükdür Z-dən olacaq C variantı. 13. Hansı maddələr bipolyar ion əmələ gətirir? Bipolyar ion əmələ gətirənlər amin turşulardır. Gliserin, spirtdir, o əmələ gətirməz. Glisin amin turşusu da əmələ gətirir. Anilin amindir, əmələ gətirməz. Alfa alanin də amin turşusudur. Olacaq 2-4 Y variantı. 14. Amin turşusu dipeptidin kütləsi verilib, tripeptidin kütləsi verilib, amin turşusunun ismolikul kütləsini tapmalıyıq. Əgər birincidə dipeptid alınırsa götürülüb 2 amin turşusu. Oradan alınır dipeptid və bir molekul su ayrılır. Dipeptidin molekyar kütləsi M-dir, suda olur 18. Onda 2A bərabər olur M plus 18'ə. Onda A da bərabərdir M plus 18 böl 2. Sonra tripeptid deyir. Onda 3 amin turşu götürülür. Alınır tripeptid və amin turşu sayından bir vahidi azda su ayrılır. Bu M plus tripeptid M plus 71'dir. Bu da 36'dır. Onda bu bərabər olacaq. M plus 71'dən çıxırıq 30 üstünə gəlir daha doğrusu. Bu hissəni toplayanda maddə kütləsinin saxlanması qanunu əsasən məhsulların cəmi başlanğıcın cəminə bərabər olur. Buradan bu bərabər olur M plus 107. 3A bərabərdir M plus 107. A da bərabərdir M plus 107 böl 3. Sonra biz burada aldığımız bu A'ları görürük ki, hər ikisinə AA verilib, bir-birinə bərabərləşdiririk. M plus 18 böl 2 bərabərdir M plus 107 böl 3.
Buradan 3m plus 54 bərabərdir 2m plus 214. M də bərabər olacaq 160-a. M-i tapdıq 160. İndi amma bizdən amin turşunun molekul kütləsini istəyir. Biz də amin turşunun kütləsini aynı işarə eləmişik. Yerinə yazsaq məsələn burada ya burada yazacaq ya burada eyni cavab alacaq. M-i yerinə yazıram 160 plus 18 böl 2. Buradan da 178 bölsə 2-yə alacağıq 89 B variantı. 15. Hansı maddələr suda yaxşı həll olur? Glikoza, monosaxaridlər suda yaxşı həll olur. Selluloza, polisaxariddə onlar suda yaxşı həll olmur. Eyni qayda üzrə nişastadır. Saxaroza, disaxariddir və onlar da suda yaxşı həll olur. 16. Molekulunda üçlü karbon atomu olan ikili amini müəyyən edin. Biz bir-bir bunları yazaq. Dimetil, etil, amin. Dimetil deyir. İndi etil. Amin də yazdıq. Üçlü karbon olsun. Bu birlidir, ikilidir. Yox, ikili yox. Bu da birlidir. Çünki bir karbonla əlaqələnib. Bu da birlidir. Burada üçlü karbon yoxdur. Sonra metil, etil, amin. Bunun üzərində dəyişsək. Bu olur metil, etil, amin. Burada da bu heç nəlidir. Çünki karbona əlaqələnməyib. Bu birlidir, bu da birlidir. Burada da üçlü yoxdur. İzobutil, amin. İzobutil radikalını yazsaq. NH2. Üçlü karbon atomu olan ikili amindir. Bu artıq birli amin olduğundan bunu da çıxırıq. Metil, izopropil, amin. Bu ikili amindir. Amma bu heç nəli karbondur. Bu ikilidir, birlidir, birlidir. Burada da üçlü karbon yoxdur. D-də. D-ni yazdıq. Y-də. Metil izobutil amin. Metil izobutil. Burada baxırıq ki, ikili amindir. Bu heç nəlidir. Bu birlidir. Bu üçlüdür, birlidir, birlidir. Üçlü karbonda var, ikili amindir. Olacaq 16-da Y variantı. 17. Maddələrin elementar halqasında metilin qruplarının sayının artma sırasını müəyyən edin. Bir-bir bunların formullarını yazsaq. Neylon lifi. Heksametilen diaminlə amin. Heksametilen diamin və adipin turşusunun polikondensləşməsi nəticəsində alınır. NH, CH2-dən 6 NH. Metilin deyirsə CH2-lərin sayı nəzərdə tutulur. 4 dənə burada, 6 dənə burada oldu 10. Birincidə olur 10 dənə. İkinci, kapron lifi. Kapron lifi alınır Y amin karbon turşusundan. Burada CH2 sayı 5 dənədir. Üçüncüdə lafsan lifi. Lafsan lifi də tereftal turşusu ilə etilen glikolun polikondensləşməsi nəticəsində yaranır. O CH2, CH2, O. Burada da metilinlərin sayı 2 dənədir. Bu hissədəki karbonlar CH olur, benzol həlqəsində olanlar. Yəni metilini olduğu 2 dənə. İndi müqayisə aparaq. Artma sırası üzrə ən az 3-dədir, sonra 2-də, sonra da ən çox olur 1-də. 3, 2, 1 istiqamətində artır, olur A variantı. 18. Polietilen hidrogenlərin sayı bərabər olarsa, karbonların sayını müqayisə eləməliyik. Demək, polietileni yazırıq. CH2, CH2. Demək, hidrogenlərin makromolekul deyil. İndi burada hidrogenlərin sayını bizə N veribsə, biz bunun polimerləşmə dərəcəsini N ştrixlə işarə eləyək. Burada nə qədər hidrogen var onda? 4 N ştrix hidrogen olanda karbon sayı 2 N ştrixdir. N hidrogeni olanda A sayda karbon var. Buradan da A bərabər olur 2N böl 4, yəni 0,5N. Sonra polistirol.
Polistrolu isə belə yazırıq. Benzol həlqəsi bu hissədə. CH2. Demək, yenə hidrogenlərin sayı N olanda karbon sayı B-dir. Burada nə qədər hidrogen var? 3 dənə buradan 4, 5, 6, 7, 8 dənə hidrogen var. Onda 8 N' hidrogeni olanda karbon sayı 8 dənədir. Buradan da B bərabər olur. N''lər gedir, elə N-ə bərabər olur. Sonda poliizopren. İzopreni yazsaq. CH3 hidrogenləri də düzəldirik. H2. Bunun da hidrogen sayı N olanda karbon sayı S'dir. İndi nə qədər hidrogeni var? 2, 4, 5, 8. Polimerləşmə dərəcəsinə vururuq. 8 N' hidrogeni olanda 5 N' karbonu var. Buradan da C bərabər olur. N''lər gedir. 5N/8. İndi müqayisə eləsək. Tutaq ki, gəlin biz bu N-ə bir qiymət qoyaq. Nə yazaq? Məsələn 10. 0.5'i 10'a vursam bu eləyər 5. Bu eləyər elə 10. Çünki N-ə 10 qoymuş. Burada da 50'ni bölsəm 8'ə. Eləyir altdan %25. İndi müqayisə eləsək. Ən böyük olur B-də. Sonra C-də, sonra da A-da. 18'də olacaq D variantı. Sonra 19. Hansı maddələrin yanma məhsullarından biri azotdur? Aminlər yanan zaman oradan azot ayrılır. Metil amində azot var. Ona görə yanan zaman azot qazı ayrılır. Glukozada tərkibində azot yoxdur. Gliserində də yoxdur, amma glisində var. 1, 3. Olacaq A variantı. 20. Fruktoza üçün hansı ifadə doğru deyil? Glukoza ilə izomerdir. Demək, fruktozanın da formulu C6H12O6'dır. Və bunlar bir-birinə izomerdirlər. Bizdə səhvlər istəyir. Bu bir doğrudur. Açıq quruluş molekulunda 4 asimetrik karbon atomu var. Fruktozanın açıq quruluşunda 3 asimetrik karbon atomu var. 2 yanlışdır. Qapalı quruluşlu molekulunda 24 sigma rabitə var. Bunu rahat tapmaq üçün fruktozan qapalı quruluş deyirsə, biz də deyirik ki, açıq quruluşlu birləşmələrdə sigma rabitə sayı ümumi atom sayından bir vahid əksizdir. Amma qapalı quruluşlarda ümumi atom sayına bərabərdir. Ümumi atom sayı da elə 24 edir. Yəni 24 sigma rabitə var, doğrudur. Polikondensləşməsindən nişasta alınır, xeyr. O ifadə glukozaya aiddir, fruktozaya yox. Yəni 2-4 olacaq Y variantı. 21. Glisinin polipeptidi üçün hansı ifadələr doğrudur? Mis 2 sulfat və natrium hidroksid qarışığı ilə qırmızı bənövşəyi rəng əmələ gətirir. Demək, bu onun tərkibində olan peptid qrupunun təyin olunması üçün aparılan reaksiyadır. Ona görə bir aiddir. Qat nitrat turşusundan sarı rəng əmələ gətirir. Qat nitrat turşusundan sarı rəng əmələ gətirmə tərkibində benzol halqası olanlara aiddir. Glisinin isə formulu CH2NH2 COOH-dır. Yəni biz burada benzol həlqəsi görmürük. Yəni burada NH2-ni aşağı yazsaq daha düz çıxır. CH2NH2. Yəni ona görə bu 2 buna aid deyil. Polimerləşmə reaksiyasına alınır, yox polikondensləşmə ilə alınır. Uyğun gələn olacaq yalnız 1. Dezoksiriboza və riboza üçün eyni olan dezoksiribozanın formulu C5H10O4, riboza isə C5H10O5. Eyni olanlar hidrogenlər sayıdır. Hər ikisində 10-10 hidrogen var. Sonra karbonun kütlə payı. Karbonun kütlə payı eyni olmaz, çünki tərkib eyni deyil. Oksigen sayıları fərqlənir, ona görə kütlə payı eyni olmayacaq. Sonra ikinci karbonun oksidaşma dərəcəsi. Demək, quruluşlarını çəksək, dezoksiriboza. CH2OH, CHOH, CHOH, CH2 və sonda aldehid qrupu var. Sonra riboza CH2OH, CHOH,
3 dənə burada CH-OH yazırıq. Sonunda da yine aldehid qrupu. Aldehid qrupu olan tərəfdən nömrələyirik. Nömrələyəndə ikinci karbon atomu olur bu. Burada da olur bu. İkinci karbon atomunun oksijenləşmə dərəcəsi. CH2'ni çıxardıq. Buradan baxaq. Hidrogen müsbət 1, karbon X. X plus 2 bərabər 0, X bərabər olur mənfi 2. Burada da CH ikinci karbon atomunu birləşən radikalına birlikdə. CH-OH bir yerdə baxırıq. Karbon X, hidrogen müsbət 1, oksigen mənfi 2. X plus 1 minus 2 plus 1 bərabərdir 0-a. Buradan da X bərabər olacaq 0-a. Bunlar fərqli oldu. Amma indi nömrələyəndə bu olur 3-cü karbon. 3-cü karbon bunda da CH-OH-dır. Burada da CH-OH-dır. Yəni artıq eynidirsə CH-OH tərkisində demək karbon oksijenləşmə dərəcəsi də eyni olacaq. Eyni olan olur 1 ilə 4. D variantı. 23. Alifatik monoamin. Ümumi formulumuz H2N plus 3 N şəklində yansaq. Yanan zaman alınır karbon qazı, su və azot. Əmsallaşdırsaq N plus 1/5. Burada 0/5 yazaq. Demək, 28 qram azot alınanda nə qədər su ayrılıb? 198. Bunu bizə şərtdə verib. İndi mən əmsallarıma əsasən gedirəm. 0/5'i 28'ə vursam 14 qram azot ayrılanda nə qədər su alınıbdır? 18 vur əmsalı. N plus 1/5. Buradan N bərabər olur 4'ə. İndi bizdə alınan karbon qazının kütləsini istəyir. Biz N-i 4 tapdıq. Yəni 4 mol karbon qazımız var. Yenə azota əsasən gedək. Tutaq ki 28 qram azot alınanda nə qədər də karbon qazı ayrılır? X. İndi azotumuz nə qədərdir? 14 qram azot alınanda NCO2. N-i də 4 tapdıq. Yəni 4 vur 44 qram karbon qazı reaksiya daxil karbon qazı alınıbdır. Buradan da 4'ə vursaq, 2'ye də vursaq, X edəcək 352. 24. Eyni bir amin turşusunu əmələ gətirdiyi tetrapeptid molekulunda 43 atom var. Amin turşu molekulunda atom sayını hesablayın. Tetrapeptid deyir. 4 dənə amin turşu. CnH2n minus 1 O2 NH2 alınır tetrapeptid və 3 su. Tetrapeptid molekulunda 43 atom var. Reaksiyaya daxil olan alınan suda neçə atom var? 3 vur 3, 9 dənə. İndi amin turşumuzda nə qədər atom var? 4'ü vururuq ümumi atom sayına. 3'in plus 5. Bu da buradadır. Soldakı sağdakının cəminə bərabərdir. Bunu vurub açsaq 12n plus 20 bərabərdir. 43 üzərinə 9 gələndə 52. 12n bərabərdir. Burada NH2 deyib NH3 yazmışam. Onda ümumi atom sayımız olacaq 4. Burada 3n plus 4'dür. Burada 12 plus 16 bərabər 52, 12n bərabərdir 36'ya, n də bərabər olur 3'ə. Bizdən amin turşu molekulunda atom sayını istəyir. N'in qiymətini yerinə yazırıq. C3 hidrogen olacaq 5 dənə O2 NH2. Ümumi atom sayı olur 13. Hansı reaksiyalardan duz alınır? Glisin H-xlorla. Glisin amin turşudur. Amin turşular H-xlorla duz əmələ gətirir. Gliserin H-xlorla. Gliserin spirtdir. Spirtlər hidrogen xloridlə reaksiya daxil olan zaman oradan duz alınmır. Yəni hər hansı bir xlorlu birləşmədir, amma duz deyil. Natrium hidroksidlə. Glisin turşudur. O da əsasına reaksiya daxil olur. Turşu ilə əsas arasında reaksiyadan duz alınır. Gliserin isə natrium hidroksidlə, yəni spirt natrium hidroksidlə duz əmələ gətirmir. Metil amin H-xlor. Aminlərdə NH2 qrupu var və onlar hidrogen xloridlə də reaksiya daxil olan zaman duz əmələ gətirə bilir.
olur 1, 3, 5. 26. Alkil amin. CnH2 plus 3 N. 174 qramında 28 qram azot var. Bunun ml-ni yazsaq yerinə 14 N plus 17 qramında isə neçə qram azot var? 14. N də bərabər olur 5-ə. Yerinə yazsaq C5 H13 N. Yanmasına neçə mol su alınır? 1 molunun yanmasından. Suların sadəcə olaraq su ilə salınıb düzəltəcək bəs eləyib. Solda 13 hidrogen var. 13'ü bölsək 2'ye 6,5 mol su. İndi neçə mol olaraq dediyi üçün elə 6,5 mol olacaq. 27. Oksigenlərin sayı. Dezoksiriboza. C5H10O4. Riboza C5H10O5. Ribit C5H olacaq orada 12. Oksigen sayıda elə qalır 5 dənə. Sonra glikoza C6H12O6 glikon turşusu C6H12O7. İndi oksigen sayıları 4 dənə olan olacaq A variantı. 5 dənə olur B ilə C, 6 dənə də olur D də. İyə heç birinə uyğun gəlmir. İndi situasiya sualları. X maddəsi gümüş peroksidli amoniyaklı məhlullə reaksiyasından Y maddəsi alınır. Y maddəsi həmçinin glikozanın qıcqırma məhsullarından biridir. Glikozanın Y maddəsinə qıcqırması zamanı əhəng suyu bulandıran Z qazı ilə yanaşı T qazı da əmələ gəlir. İndi Y-in quruluş formulunu və beynəlxalq nomenklaturaya əsasən adını yazın. Biz ilk olaraq reaksiyanı qurmağa çalışaq ki, burada hansı maddələr reaksiyaya daxil olub. Əgər X maddəsi gümüş peroksidli amoniyaklı məhlulu ilə Y maddəsi əmələ gətirirsə, Y-də glikozanın qıcqırma məhsuludur. Glikozanın qıcqırması 3 istiqamətdə gedir. Birində təkcə süd turşusuna, birində etil spirti və karbon qazına, digərində isə yağ turşusu, karbon qazı və hidrogeni qıcqırır. Yəni indi burada da deyir ki, həm əhəng suyunu bulandıran Z qazı əmələ gəlir ki, bu karbon qazıdır. Həm də T qazı da, yəni 2 qaz alınır glikozanın yağ turşusuna qıcqırması zamanı. Buradan karbon qazı və hidrogen də alınır. Bizdən indi birinci Y soruşur. Y maddəsinin quruluş formulu. Y maddəsi budur. Yağ turşusu da deyirik. Buna beynəlxalq adı olur. Butan turşusu. Demək formulumuz olur CH2 daha doğrusu CH3 COOH. Beynəlxalq olaraq da adını soruşsa olur butan turşusu. Sonra 29. XZT-ni. Z deyir ki, əhəng suyunu bulandıran qazdırsa, bu oldu Z, bu da oldu T. İndi qaldı X. X maddəsinin gümüş peroksidli amoniyaklı məhlulu ilə reaksiyasından Y alınır. Y bu idi və aldehidlər oksidləşən zaman karbon turşusunu əmələ gətirir. Onda X də 4 karbonlu aldehid. Butanal imiş. Sonra Z və T'ni deyirdi bir də. Bu Z, bu da T. Z oldu karbon qazı. T oldu H2. Rabitənin yaranmasında iştirak edən elektronların sayı. Demək, karbon elektron formulu 6-dır. Yazsaq 1s2, 2s1, 2p3 yazırıq. Çünki həyəcanlarından sonra orada 2s1, 2p3 alınır. Rabitə yaradan elektron deyəndə biz orbitalların içərisində tək halda olan elektronları götürürük. Burada da tək halda olan görürəm ki 4 dənədir. Bir karbon üçün 4 dənədirsə, burada hidrogenləri də düzəltməliyik. H2, H2, COH. Bir karbonun 4 dənədirsə, bizim burada neçə karbonumuz var? 4 dənə. 4 karbonun olur 16 dənə.
İndi hidrogenlərə keçir. Hidrogenin sıra nömrəsi 1-dir, 1s1-dir və ilə tək halda yerləşir. Bir hidrogeni bir dənədirsə, bizim də burada hidrogenimiz 8 dənədir. 8 nə olur? 8 dənə. Oksigen üçün yazaq. Oksigenin sıra nömrəsi 8. 1s2, 2s2, 2p4. Əvvəldən onsuz cütlənə gəlir deyə son hissələri baxırıq. 2p4-də. Tək elektronlar 2 dənədir. Bir oksigenin 2 dənə elektronu rabitə yaradır. Bizim də elə bir dənə oksigenimiz var burada. Cəmi edəcək 26. İndi keçir karbon qazına. Yeni bayaq tapdıq ki, bir karbonun 4 elektronu rabitə yaradır. Elə karbonumuz bir dənə olacaq 4. Oksigenin isə bir dənəsini 2 dənə rabitə yaradan elektronu varsa, indi bizim 2 dənədirsə 2-ni 2-yə vururuq 4. Edir 8. Hidrogen H1'dir. Bir hidrogenin bir elektronu rabitə yaradırsa, ikisinin olacaq 2. Olur 26, 8 və 2. 30. Qıcqırmaya uğradılan glikozanın kütləsi alınan Y və T maddələri verilib. Aha. Burada dedik ki, glikoza butan turşusuna qıcqırır. Bir də karbon qazı və hidrogen ayrılır. Əmsallaşdıraq. Bura 2 yazsaq. Burada 2 yazaq. Oksigenlər düzəlir. Hidrogenlər də tamdır. Aha. İndi alınan Y butan turşusuydu. T isə hidrogen qazıydı. M-16-8. İndi butan turşusunun emeri olur 88. Hidrogen də 2-də, əmsalına da vururam 4. 4m bərabərdir 88 m minus 88'i 16-8'e vursaq 1478 tam onda 4. Onu da bölsək 84. M bərabər olur 17 onda 6'ya. M'i tapdıq. Bu oldu birincisi. Sonra bizdən istəyir nəyi? X'i. Gəlin elə M'in qiymətinə əsasən gedək. X qram glikoza qıcqırmaya uğrayanda M qram Y əmələ gəlir. M'i tapdıq 17 onda 6. Glikozanın emeri 180. Turşumuzda 88. 180'i də biz vursaq 0 onda 2'yə. Bu da eləcək X 36 qram. Bu da ikincinin cavabı.